Uşağın boyu uzanmır, dişləri isə gec çıxırsa, deməli bədənində 4 mineral çatmır. Amerika Milli Tibb Kitabxanasının məlumatına əsasən uşaqlarda kalsium, maqnezium və D vitamini çatışmayan zaman onların sümükləri kövrəlir. Digər bir araşdırmaya görə isə uşaqlarda sink maddəsi çatışmayan zaman onların immun sistemi aşağı düşür və diş kökləri isə zəifləyir. Ümumiyyətlə kalsium, sink, maqnezium və D vitamini bir-biri ilə bağlı formada işdir. Yəni kalsium sümüklərimizi möhkəmləndirir. D vitamini kalsiumun sümüklərə sorulmasını təmin edir. Maqnezium əzəlləri möhkəmləndirir. Sink maddəsi isə hüceyrələri bərpa eləyərək immuniteti gücləndirir. Tədqiqatlar isə göstərir ki, uşaqlarda bu 4 maddə normal səviyyədə olduğu zaman onların diş formalaşması və boy artımı 25-30% daha sağlam olur. Uşaqlarınızın bədənində bu maddələrin balansını qorumaq istəyirsinizsə, kaldesun siropları sizə dəstək olacaq. Bildirim ki, məhsulun tərkibində bayaq adlarını sadaladığım maqnezium, kalsium, sink və D vitamini kimi maddələr var. Bu 4 maddə uşaqların sümüklərini və əzəllərini möhkəmləndirir. Onların immunitetini yüksəldərək dişlərinin də daha sağlam çıxmasına dəstək olur. Almaniya istehsalı olan kaldesun siroplarını bütün apteklərdən əldə edə bilərsiniz.